Var free mockup'lar. Free mockup'lar yüklüyorsunuz. Yani free mockup'larla işleyebilirsiniz. Çünkü çok asandır. Hazır yüklüyorsunuz. Smart Object'ten daxil olursunuz və işinizi götürürsünüz, qoyursunuz. Yəni, bunun üçün free mockup'lar çoxdur. Məsələn, ən yaxşısı ambulance.com saytındadır. İstədiyiniz mockup'ı götürməyiniz, yəni tişört tutaq, götürücü tişörtə dizaynınız verdiniz və ya kompüter tərəfdən bir mockup götürdünüz. Oradan yerləşdirdiniz. Flyerlər var. Flyerə hazır dizaynınızı yerləşdirdiniz. Bunlar artıq hazırlanılıb. Məsələn, bunları necə hazırlayırlar? Məsəl üçün də mockupların hazırlanma proseduru necə olmuş olur? Ə, Bunun üçün istədiyiniz bir şəkil götürürsünüz və yaxud da özünüz telefondan şəkil çəkə bilərsiniz. İstədiyiniz hər hansı bir şeyin şəklini çəkə bilərsiniz. Amma siz bunu əyləndirə bilərsiniz özünüz üçün. Məsəl üçün, tutaq ki, termos var sizdə, telefonla termosunuzun şəklini çəkirsiniz və yaxud da paket var sizdə hər hansı bir karabka var. Karabkanızın şəklini götürürsünüz, çəkirsiniz telefonla. Sonra onu atırsınız Photoshop'a. Məsələn, deyək ki, bunun telefonla şəklini çəkdiniz də özünüz real həyatda, fiziki şəkildə və gətirdiniz onu Photoshop'a atdınız. Və karabkanız belə düşdü. Deyək ki, bunu siz telefonla çəkmisiniz. Bundan necə mockup yarada bilərsiniz? Mockup'a necə çevirə bilərsiniz və dizaynınızı necə ora yerləşdirməyiniz mümkün ola bilər? Burada ilkin başda həmişə birinci rectangle-la işləməlisiniz. Yəni fiqurun forması nə olursa olsun, paketiniz necə bir fiqurdan ibarət olursa olsun, siz mütləq şəkildə ancaq rectangle-la işləməlisiniz. Adi bir şəkildə rectangle çəkirsiniz. Adi bir fiqur çəkirsiniz. Fiqurun ölçüsünün fərqi yoxdur. Onu düz şəkildə saxlayırsınız hələ ki. Onu 30 durmursunuz karabkanın üzərinə. Mütləq şəkildə birinci fiqurunuzu layer bölməsinə gəlirsiniz. Sağ düyməni basıb Smart Object edirsiniz. Convert to Smart Object edirsiniz. O Convert to Smart Object-ə çevrilməlidir. Convert to Smart Object-ə çevriləndən sonra gəlirsiniz Edit. Burada Perspective Warp var. Perspective Warp-a klikləyirsiniz və Perspective Warp vasitəsilə düzcağınızın ölçüsündə bir Perspective Warp çəkirsiniz. O formada. Çəkib və bu şəkildə çəkdim. Sonra onu təsdiq edirsiniz. Bu dizaynı bunun içərisinə yerləşdirəcəksiniz anlamına gəlir. Və baxırsınız, görürsünüz ki, Smart filtrimiz yerləşib, Perspective Warp-ımız yerləşib. Bu yerləşəndən sonra ondan sonra artıq bu fiqurunuzu karabkaya otuzdurursunuz. Biz deyək ki, bu hissəmizi hazırlayacağıq. Onda deməli, başlayırıq və qıraqlarından tuturuq, kontrol basıb saxlayırıq. Bunu nöqtə kimi fikirləşir. Qıraqlarına basıb saxlayıb bunu yerləşdiririk və bu şəkildə bura. Ən axırda edirsiniz, yəni perspektiv warpdan sonra edirsiniz. Və yerləşdirdik bura, bu hissəyə. Sərgəli şəkildə falan. Sağ düyməni basıb Ctrl T eləyirsiniz. Sonra sağ düyməni basıb Warp. Warp-la da yerləşdirə bilirsiniz. Warp-la da belə səliqəli oynatmağınız mümkündür. Warp-la daha elastik oynadılır. Ctrl basıb saxlayanda qıraq nöqtələrindən tərpədəndə nöqtələr düz şəkildə tərpənmiş olur. Amma Ctrl T eləyib Warp-la işləyəndə artıq onu yumşaq şəkildə tərpətməyə başlayırsınız. O elə bilin ki, sərtlikdən çıxır. Bu şəkildə də tərpətməyiniz olur. Yerləşdirdiniz, təsdiq edirsiniz. Sonra gəl Smart Object düyməsinin üzərinə 2 dəfə klikləyirsiniz. Səhifəniz açıldı. Düppədüz səhifə açıldı. Amma mock-up'ınız artıq hazırdır. Sonra gəlirsiniz, istədiyiniz dizaynınızı götürürsünüz. Bəlkə hansısa bir yerləşdirmək istəyirsiniz. Məsələn, deyək ki, bunu belə bir şey tutaq ki, hazırlamısınız. Bunu yerləşdirirsiniz bura. Ctrl S düyməsinə basırsınız, saving getdi. Gəlirsiniz bura və görürsünüz ki, yerləşdi. Dizaynınız yerləşdi. Sonra bunu seçib, ehtiyac varsa
Multiplayer'larını oynayırsınız. Bax, multiplayer görürsünüz, kölgə düşdü. Şəklin öz kölgəsi buna düşdü. Amma normalda fikir verin, kölgə bunun üzərinə düşmür. Amma multiplayerə çevirəndə bir kölgə düşür, daha peşəkar şəkildə görsənir. Yəni şəklinizi yerləşdirəndən sonra mütləq şəkildə bu normal hissəsində, layer bölməsinin normal hissəsində bunları oynatmalısınız. Artıq hansı uğurludursa onu seçmiş olursunuz. Burada indi uğurlu olan multiplayer oldu. Və bu şəkildə yerləşdirirsiniz. Sonra brightness kontrastı da oynadırsınız. Layer bölməsinə gəlirsiniz. Brightness kontrast seçirsiniz. Bu düyməyə klikləyirsiniz ki, ancaq şəklə təsir eləsin. Yəni illüstrasiyanıza, dizaynınıza təsir eləsin. Bu düyməni kliklənəyinə. Bu, bu bir növ click to layer də inteqrasiya eləyir. Bunu eləməsəz, baxın, korobkada da dizayn oynayır. Görürsünüz, korobkanın da kontrastı oynayır. Amma bu düyməyə kliklədiyim zaman ancaq illüstrasiyanın, dizaynınızın kontrastı oynanılır. Bunu Brightness və kontrastı da oynadaraq internet halını, internet şəkli halından çıxardırsınız yəni onu. Daha peşəkar, daha belə realistik hala gətirmiş olursunuz. İndi bu şəkildə işlənirdi. Var məsəl üçün paketdə olanlar. Hamısı eyni qayda var. Məsəl üçün belə paketdə aldı və istəyirsiniz ki, dizaynınızı yerləşdirdən sonra paketin belə cızma, qaraları filan müəyyən bir şeylər də göstərmiş olsun. Götürürük bunu, yapıyaladırıq, bunu yığışdırırıq. Atdıq bura. Belə paketimiz var. Yazılara fikir verməyin. Deməli, yenə eyni qaydadır. Rectangle'ınızı götürürsünüz. Çəkirsiniz rectangle'ınızı düz bir şəkildə. Rəngin fərqi yoxdur. İstədiyiniz rəng verə bilərsiniz. Onun bir fərqi yoxdur. Gəlirsiniz rectangle'ınıza, sağ düymə və Convert to Smart Object. Convert to Smart Object edildi. Sonra gəlirsiniz Edit Perspective Warp-ınızı çəkirsiniz. Elə o formada, fiqurunuz formasında çəkirik. Təsdiqləyirik. Smart Object edildi. Smart filtrimiz yerləşdirildi. Sonra bu fiquru hansı hala siz salırsınız? Ctrl-T eləyirik. Sağ düyməni basıb Warp seçirik və bunu indi paketin halına salırıq səliqəli şəkildə. Paket harada əyilibsə biz də o cür əyirik. Eləmək ki, Convert to Smart Object eləməsəniz, Perspective Warp eləməsəniz, gəlib bu düyməyə 2 dəfə kliklədiyiniz zaman düppədüz formada səhifə açılmayacaq. Bayaqki kimi açılmayacaq, əgər onları eləməsəniz. Onlara edilməsi onun üçündür ki, düppədüz formada açılsın ki, sonra dizaynınızı yerləşdirə biləsiniz düz şəkildə. Yəni, səhifə düz açılmalıdır da. Bunları oynadırıq. Yerləşdiririk. İndi qırağa çıxmalar ola bilər. Qırağa çıxmalardan sonra onu, məsəl üçün, düzəltmək mümkündür. Pozanla düzəldəcəyik. Zaten elə olmalıdır. Başqa variant olmur. Məsəl üçün, dəqiqə belə düzəltdik. İndi gəlirik düyməyə klikləyirik, Smart Object düyməsinə klikləyirik və səhifəmiz düppədüz açıldı. Gəlirik, yəni hansı tutaq ki, dizayn eləmişik. Nə götürək? Deyək ki, belə bir dizayn hazırladınız. Ctrl-S və yerləşdi bura. Gördünüz? İndi şifrəni taxta kimi görsənir. Seçirik bunu, normallarda başlayırıq oynatmağa. Oynanır ki, paket də üzə çıxmış olsun. Fikir verin, eləsini seçməliyik ki, paket də üzə çıxsın. Paketin kölgələri, qırışları, onlar da üzə çıxmış olsun. Belə bu şəkildə axtarır ki, hansı səliqəlidir. Multiplay okeydir. Yəni, aradasa çıxır, kağıza zətlər çıxır. Opacity-sini azalda bilərik. Opacity-sini oynadırsınız. İndi burada baxın, qırağa çıxmalar var da. Əgər bunu siz rasterize layer eləsəz, sonradan dizaynı dəyişə bilməyəcəksiniz. Yəni, rasterize layer eləyirsinizsə, sonra dizayn pozisiyasını dəyişmək olmur. Yəni, gedib burada
Dizaynımızı dəyişib buradan təzədən dəyişiklik gözləyilməz. Çünki rasterize layer eləmiş olacağıq. Pozanı seçirik, klikləyirik, OK eləyirik. Все. Artıq tək şəkil halında da artıq bunu dəyişdirə bilmirik. Və pozanla qıraqlarını silə bilərik və yaxud da buradan Polygon Lasso tool seçirik. Polygonla elementin üstündən gedirik, qırağa çıxan, elə bir paketdən qırağa çıxanları seçirik. Artıq xırda işidir. Seçdik, delete düyməsindən basırıq. Ctrl D və görürük ki, paket halına gətirilir. Görürsə, paketin forması halına gətirmiş oluruq. Eyni qaydada digərlərində aiddir. Bəzi yerdə pozan lazım olacaq, pozan işlədəcəksiniz. Pozanı seçdiniz, size-ınızı oynadırsınız, hardness sıfırda və pozanla müəyyən hissələri bu şəkildə də yumşaldaraq düzəldə bilərsiniz. Yəni, öncədən sərgəli yerləşdirirsiniz, sonra pozanla filanla da düzəldərək onu paket halına gətirirsiniz bu şəkillərdə. Sərt olan tərəfləri düzəldirsiniz, yığışdırırsınız. Sonra yenə burada məsələn Corvus verə bilərik. Corvus seçirik. Bu düyməyə click to clear, click to clip to layer-ə klikləyirik. Burada dalğanı baxın, bir dəfə yazıb şurada göstərmişdim sizə bunu. Dalğanı məsələn yuxarı aşağı edirsiniz iki tərəfdən. Bir-birinə əks olurlar da belə fikirləşin. Yəni, həmişə uğurlu olan budur bu şəkillərdə. Brightness kontrastı oynadırsınız. Click to clip layer-ə klikləyirik. Brightness kontrastımızı yenə oynadırıq. Daha da onu paketimizi düzəltmiş oluruq. Görürsünüz, rahat şəkildə. Öncədən sərgəli şəkildə yerləşdirməlisiniz ki, sonra sərgəli şəkildə də istədiyiniz yerləri təmizləyib düzəldə biləsiniz. Yəni, harada pozan lazımdır, pozanı işlədirsiniz, harada poligonla işləmək lazım, poligonla işləyirsiniz, lazım gələndə lasso'la işləyə bilərsiniz. Bu şəkillərdə otuzdurursunuz paketinizin üzərinə. Bütün dizaynlar elə işləyir. Yəni, paket olsun, billboard olsun, billboard dizayn da elədir. Amma həmişə götürəndə bu real şəkilləri və yaxud da ki, çöldə hər hansı bir billboard çəkə bilərsiniz. Onun üzərindəki şəkli silməlisiniz. Ya şəkli silməlisiniz, ya da ki, billboard white yazır, mockup. Belə boş ağ olanları götürməlisiniz. Paketdə də elə, paket white mockup yazıb, paket ağ olan, yəni üzərində dizaynı olmayan paketinizi götürməlisiniz. Eyni qayda məsələ budur. Kağız əzilmiş formadadır. Bura dizayn yerləşdirsək, əzilmiş formada elə onu eləməliyik. Məsələn, götürdük, yığışdıraq. Götürdük. Belə bir mokapdır. Burada da məsələn, istəyirik kölgəsi düşsün, kağızı düşsün. Necə ardıcılıqla gələcək? Yenə eyni qaydadır birinci. Rectangle-mızı çəkirik. Ondan sonra yerləşdirdik, düzdür. Bu indi rahatdır. Burada bir çətin olan tərəf kağız halına gətirmək, bir də çətin yox, əslində sadəcə xırdalığını oynadacağıq. Kölgəsi zadda burada kölgə düşmür. Kölgəmi halbuki vardır orada. Onun üçün düzəldəcəyik. Yenə sağ düyməni basıb rectangle-da Convert to Smart Object. Smart Object çevrildi. Edit. Perspective Warp. Və yenə Perspective Warp-ımız formasını da çəkirik, düzəl formamızı çəkirik. Təsdiqlədik. Gəlir bu düyməyə klikləyirik. Düppədüz açıldı. Və yenə hər hansı bir dizaynımızı falan işləyirik. Artıq nə lazımsa biz onu işlədirik. Yerləşdirdik. Ctrl-S və yerləşdi. Amma sticker kimi görsənir. Yenə gəlirik, rektanqımızı seçirik. Norm. Burada artıq məsəl fikir verin, warp-ı falan yatmaya ehtiyac olmalı. Çünki
Rectangle özü elə yetərli olmuş oldu. Artıq harda yetərli olmursa, biz artıq məsələn bunun qıraqlarından oynadırıq. Yes, Ctrl T eləyib sağ düyməyə basıb warp seçirik. Yəni warpın çıxması üçün Ctrl T eləyib sonra sağ düyməyə basmalısınız. İndi burada sadəcə ilə bunları oynadırıq. Fikrim multiplay. Kivenin kölgə düşdü. Gördünüz? Kölgə düşdü. Daha realistik oldu. Qıraqları filan hər yeri. Bu şəkildə. İndi bunu kağız halına da gəldi. Fikrin qırışlar. Amma halbuki normalda baxın, düppədüz görsənir. Multiplaydə qırışlar düşüb. Kölgələri, işıqları, qırışları hər şey düşür. Opacitini istəsək biraz azalda bilərik. Daha da çox qırış çıxa bilər üzə fikir verin. Daha da belə sanki real həyatda telefonla, kamera ilə, fotoaparatla çəkilib. Bu tipdə bir abu-hava yaranır. Məsələn, multiply yox, başqasını yoxlayaq, görə bilər nətər olur. Məsələn, liner burn də yaxşıdır. Bunları bilmək olmur öncədən hansı yaxşı olacaq. Ancaq gəlib bir-bir yoxlayasınız. Pinlight'da vəbşə, vəbşə 100% eləsə yetərli olur. Pinlight'da vəbşə yəni realistik şəkildə düşdü ortalığa. Mütləq şəkildə yenə eyni qayda olur. Brightness kontrastlar və Corvus'lar üzdə oynatmalısınız. Bu həmişə oynatmalısınız. Yəni nə dizayn edirsə eləyin, mock-updır, posterdir, nə dizayn edirsə eləyin, bunları həmişə oynatmalısınız. Və bu mock-uplar bəs yəni, deyə bilərsiniz ki, yəni, free mock-uplar da var. Nə ehtiyacımız var məsəl üçün özümüz mock-up yaratmağa? Öz rakurslarınızla olan mock-uplar üçün lazım ola bilər. Yəni hər hansı bir maraqlı bir fotoların özü fotoların üzərində mock-uplarınızı yaradasınız. İstədiyiniz fotoların üzərindən mock-uplarınızı götürüb yarada bilərsiniz. Və yaxud da tutaq ki, telefonla özünüz nəsə çəkib mock-up'ınızı yarada bilərsiniz. Yəni mən sizin yerinizdə olsam, indiki situasiyada məsəl üçün tutaq ki, marağınız nəyədirsə, onu tutaq ki, məsəl üçün bijuteriya ilə maraqlanırsınız. Mən sizə yerdə olsam bijuteriyalar hazırlayaram. Və yaxud da hazır bir bijuteriyaları satmağa çalışıram və onun da dizaynlarını özüm eləyərəm. Qabını, korobkasını, korobkalar gedib alaram, korobkaların şəklini çəkərəm, ataram Photoshop-a və mock-up'ını hazırlayaram və dizaynımı da orada verərəm. Bir də gedib başqasının free mock-up'ından istifadə eləmərəm də. Yəni öz brendiniz üçün öz məhsulunuzla yola çıxmış olursunuz. Və sizə belə şeylər lazımdır. Öz brendinizi yaratmaq. O zaman daha çox əyləncəsiniz. Çünki öz məhsulunuz olacaq. Öz özünüzün ağası olacaqsınız. Sonra bunu satışlara çıxarda bilərsiniz. Rahat şəkildə Instagram vasitəsilə eləyə bilərsiniz. Beynəlxalqa satmaq istəsəz, bunun üçün avantajlar çoxdur. ChatGPT ilə müzakirə eləməyə çalışın. ChatGPT-yə deyin ki, hə, məsəl üçün mən tutaq ki, bijuteriyalar satıram, belə bir dizaynlarım var, ona şəkillər atın və deyin ki, mən bunu məsələn beynəlxalqda necə sata bilərəm, harda sata bilərəm. O sizə tövsiyələr verməyə başlayacaq bu saytda, o saytda. Saytların adlarını deyəcək sizə. Məsələn, gəlin tutaq ki, test edirik. ChatGPT-yə giririk. Bura yazıram. Yazıram ki, sanki atıram, məsəl üçün, bijuteriya ilə bağlı, bijuteriya ilə bağlı. Azərbaycan dilində yazsaq yetərli olur. Bijuteriya ilə bağlı dizaynlarımı beynəlxalq arenada necə sata bilərəm? Başlayır yazmağa sizə. Portfolio hazırla deyir. Ən yaxşı işlərini bir araya topla. Yüksək keyfiyyətli foto şəkli. Bu indi dizayn üzəridir də. İndi
Hə, bu platforma dedi, Etsy dedi, Shopify dedi, Amazon dedi. Sonra bir Redbubble dedi. Redbubble məsəl üçün okeydir. Redbubble-da bir dənə ibrahim olmuşdu. Bəs Filipik necədir satış eləmək üçün? Freebik çox ucuzdur. Çox çox ucuzdur yəni. İnanılmaz. Sərf eləmir orada. Hmm, Peki, heç bir şey, yəni postda, nə bilim, mockupda heç nə. yox, çox az verir. Mən özüm də yoxlamışam. Yəni bir dənə yüklənməyə 0,005 0,005 hə, evro verir. Yəni bu biz siz təsəvvür eləyin ki, kalkulyatorla hesablayaq da. Bir yüklənmə, yəni məsələn bir post Hə, bir kimi. dənə poster hazırladınız, onu qoydunuz. Axı o ömür boyu yüklənə bilər, nə qədər istənilir yüklənə bilər də insanlar tərəfindən. Hı. Ə, Bir dənə yüklənmə də 0,05 evro verirsə, təsəvvür edin siz bunu 5 evroya çatdırmağınız üçün 100 olmalıdır. 100 dənə yüklənməniz olmalıdır. 100 dənə satışınız olmalıdır ki, 5 evro əldə edəsiniz. Yəni 100 insan tərəfindən bir dənə o yəni ümumiyyətlə işləriniz yüklənməlidir. Yəni 100 download olmalıdır. 100 insan işinizə almalıdır, yüklənməlidir. Onda gəlib çıxır 5 evroya. 100 dənə işə. Siz orada normal şəkildə qazanmağınız üçün minə heç nə qədər? Minə hələ 500 eləyəcək də. 1000-dirsə, hə, minə 50 eləyəcək. Məsəl üçün hesablayaq. Bəs giriş eləmək rahatdır, yəni hər işi götürür rahatlıqla. 50. 1000 dənə yüklənməyə hələ 50 evro eləyir. Siz bir 10 min dənə insan sizdən iş almalıdır ki, siz 500 evro qazanasınız. 10 min dənə yəni. Yəni çox aşağı qiymətlərdir. Siz nəyi soruşdunuz? Başa düşmədim. Bəs yəni təzə başlayanda ilk işləri rahatlıqla götürür, yoxsa çox dəyişiklik 10 dənə məsələn iş lazım? göndərsiniz, yəni çox çətindir. Yəni qəbul edilməsi çətinləşdirilir. 10 dənə iş göndərirsiniz. 10 dənə işdən qəbul almalısınız. Qəbul alandan sonra artıq söz. Rahat şəkildə artıq işlərinizi yüklürsünüz, amma hər dəfə də təsdiqlənir də, yüklürsünüz. Təsdiqlənməsə silirsiniz, təzədən işləyib yükləməlisiniz. Yəni Freebik tövsiyə eləmirəm. Yəni Freebikdənsə designhill.com-a daxil olun, loqo sifarişləri buradan əldə etməyə çalışın, designhill.com. Burada yəni yarışmalara qatılın. Bir dənə yarışma minimum 120-150 dollar verir. Qalib olsaz. Orada real müştəri də elan verdi, girdiniz, işinizi yüklədiniz, yazıladınız, müştəriyə göndərdiniz. Qalib çıxsaz ödəniş alırsınız yəni. Yarışmalar keçirilir yəni. Design Hill, 99 Designs daha sərfəlidir. Bunlar daha belə həm puxtələşmək üçündür, daha yaxşı inkişaf Bəs edir. şey, Burada Motion 99 Designs'da həm loqo var, həm veb saytlar var, biznesə var, art illüstrasiyalar var, packing dizaynları var. Yəni, bu üzrə yarışmalara qatıla bilirsiniz. Hər gün yarışma olur. Hər gün 10 dənə, 20 dənə yarışma olur. Real müştəri tərəfindən elan verilir. Elə bilin ki, yarışma müştəri elə bil ki, iş lazımdır. Elanı burada verir. Dizaynerlər də qatırlar, işlərini göndərirlər. Müştəri də hansını bəyəndirsə onu alır. Motion Array, Necə? Motion Array, o Başa necədir? düşmədim. Motion Array var ya, sayt. Ha, o ucu motion'a aiddir. Ha, o motion. Rider sizdə. Hə, orada yəni daha yüksək bilirdim ödənişlər. Yox, stok mağazaları ödənişləri çox vermir. Biraz Sadəcə çox. burada giriş eləmək çətindir. Hə, qəbul almaq çətindir burada. Motion. Qaydalar çox səhvdir deyirdilər, yəni
Çox dəyişiklikləri olur. Zaten stok mağazalar olsun. Mesela Envato, Graphic River, Envato'nun tərkibində olan. Graphic River'ə də qəbul olmaq çətindir. Qəbul oldusa sonra düzəlir. İşləri sata bilsin. Məsələn, tutaq ki, burada da motion satmalı. Məsələn, motion istəyirsiniz. Motion in logos. Mesela motion yazaq, gör nə çıxır. Yeri getdir. Motion tutaq ki. Məsələn, motion film logo. 32 dollardan satır adam. Və bu şəxsdir. 32 dollara satır. 61 dənə satış eləyib indiyə qədər. 32 dollardan. Bu biraz fərqlidir. Necə fərqlidir? Məsəl üçün, burada qiyməti özünüz müəyyənləşdirirsiniz. İstədiyiniz tipdə işinizi azladınız, işinizi qoydunuz. Ondan sonra həmin qiymət satılır. Ənbad sadəcə sizdən faiz alır da. 10% mi, 20% mi aylıq alır satışlarınıza əsasən. Burada o maraqlıdır. Qəbul alandan sonra çox rahatdır. Özünüz hazırsınız, işinizi yüklüsünüz və istədiyiniz qiyməti müəyyənləşdirirsiniz və ömür boyu da aktiv olan böyle satılır yəni. Və burada görürsünüz satışlarında yəni, Hmm. fikirlərdə. Məncə də bu daha sərfəlidir. Çünki qiyməti özün qoyursan. Hə, bu daha sərfəlidir. Hmm. Amma o birilərində sizə sadəcə prosent verirlər də, faiz ödəyirlər. Kiçik-kiçik faizlər ödəyirlər. Onlar sərfəli deyil. Avantajlar çoxdur. Sadəcə bunun üçün araşdırma eləmək lazımdır, başlamaq lazımdır. Bir dəfə ləğv cavabı alarsınız, iki dəfə ləğv cavabı alarsınız. Amma o ləğv cavablarından öyrənmiş olacaqsınız və öyrəndikcə də səhvlərinizi biləcəksiniz və düzəldib təzədən yollaya biləcəksiniz. Yəni belə statistikalar var yəni. Sağ ol. Yəni ona görə hərəkət eləyin. Təkcə iş yerindən gedib işləməklə məşğul olmayın. Çalışın şeydir. Belə yerlərə müraciətlər eləyin, freelance yerlərə müraciətlər eləyin. Instagram səhifəsi açın, orada freelance işlərinizi yayımlayın, reklama qoyun 5 dollardan filan. Müştərilər tutun, müştərilərlə danışın, işlər götürün. Amma belə bu şəkillərdə hərəkət etsəz, sıxılmayacaqsınız. Aydındır? Bəli. Başqa nəsə sualınız var? Başqa yox, tapşırıqlarda, Neçə dənə köhnələrdə. tapşırıq vermişim sizə? 3 dənə. Hə, 3 dənə. Nə vaxt verə bilərsin mən onları? Bu həftənin 5-ci gününə qədər Yaxşı, verirdim. işləyib Yəni daha göndərin. İşləyib göndərin mən onları. Təzə tapşırıq da ki, mock-uplarla işləyin. Mock-uplar eləyin. Paketli mock-uplar hazırlamağa çalışın özünüzdən sərbəst şəkildə. Yəni özünüz üçün bir brend yarada bilərsiniz marağa. Nəyə marağınız varsa, öz brendinizi yaradıb paketlərini hazırlaya bilərsiniz. Sonra bu freelance saytlarla maraqlanın. Design Hill, 99designs.com, Graphic River-ilə də maraqlanın. Yaxşı. tamam. Bu siz qablaşdırma dərsi keçirsiniz normalda. Yəni bu Qablaşdırma daxildir. yox, ancaq budur yəni paket. Ancaq budur mock-uplı Hmm. şəkildə. Qablaşdırma nə deyirsiniz? Yəni texniki tərəfdən. Hə, çünki onu bəzən soruşurlar. Əslində mən düşündüm ki, o biraz yəni fərqli bir işdir də. Yəni Qrafik dizayna aid deyil ki o. amma bəzən Texniki istəyirəm. dizayner gedir, o qablaşdırma dizaynı gedir. O qablaşdırmanı gedib Blender-də hazırlamaq lazımdır. O ayrı sahədir. Bu belə asan bir şey deyil də. Bunu Yox, ancaq uzun belə eləyə sürə bilərsiniz də, paketi götürdünüz, paketdə eləyə bilərsiniz, qablaşdıra bilərsiniz də, yəni hazır. makap yox, sadəcə sıfırdan məsələn qutu yığmaq və Yox, məsələn. yox, yox, o başqa sahədir. Məncə yəni mən də elə demişəm, amma o qədər bəzən israrlı adam şübhəyə salır. Yox, 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 sadəcə bu pula qənaət eləmək üçün onu eləyirlər. Yəni bir dizayner görəndə bütün işləri Hə, hə, görsünlər. hər şey, yəni bir dənə qab yuzdursunlar. Ee, Yine de soruştum, dəqiqləşdirmək üçün. Hə, yox, Tamam. Yaxşı, başqa sağ sözlü olun. sualınız? Yox, başqa yoxdur. Olsa yazarım. Tamamdır. Şeyi də atıram Tamam. sizə. Videonu atıram sizə. Tamam.
Tamam. Sağ ol. Sağ ol.